Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bugün 21 fevral 2026-cı ildir. Həftənin 6-cı gündür və bu deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Saat səhər 8-ə işləyib 13 dəqiqə, yəni 07:13. Artıq özünüz də videoda görürsünüz ki, hava işıldanır, yəni hava açılır və mən asta-asta Göyçay maşın bazarına doğru irəliləyəcəyəm. İnşallah ki, Göyçay maşın bazarının girişindən çəkişə davam edəcəm. Bu arada baxıram, izləyirsiniz, bəyənirsiniz, komment yazırsınız. Çalışağın kommentdə artıq yazılar yazmayaq, çünki mənim videolarıma xanımlar, bəylərdən əlavə xanımlar, yaşlı insanlar baxır, həmçinin körpə uşaqlarımız da baxır, bəzən az yaşlı uşaqlarımız, belə deyək. Və çalışağın ki, kommentdə artıq əskik sözlərə yol verməyək. Bu arada hava soyuqdur, səsimdən də hiss eləyə bilərsiniz. Və mən asta-asta artıq kəndin çıxışına doğru irəliləyirəm. Və oradan bir yol maşını ilə inşallah ki, səfər eləyəcəyik Göyçay maşın bazarına. İzləmədə qalaq. Allahın köməkliyi ilə Allah hər birimizin işini avan eləsin. Belə, mən gedirəm bazara və inşallah bazarın girişindən çəkişə davam edəcəm. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, bir daha sizləri salamlayıram. Göyçay maşın bazarının girişindəyəm. Bazarımızın həm girişində, həm daxilində maşınlarımız var. İnşallah ki, bazara daxil olub bu maşınların çəkişini eləyəcəyik. Amma ilk öncə sizlər üçün bazarın girişindən bir çəkiş eləyəcəm. Gördüyünüz kimi, bazarımıza hal-hazırda bir dənə L9 gəlir. Və bazarımızın girişindəki avtomobillər, maşın bazarı haqqında maraqlanmağa gələnlər, maşın almağa gələnlər və yadımdadır, keçən həftə bu elanı çəkməmişdim. Mən hər dəfəsində bu elanı çəkib göstərirəm. Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdə. Əlaqə nömrələri 050 51 627 46 83 050 977 66 08 055 628 11 36 nömrələrinə zəng vuraraq bu bazar haqqında ətraflı və geniş məlumat ala bilərsiniz. Və bazarımıza daxil oluq. Girişdə bizi bir dənə Chevrolet Niva qarşılayır. Orada bir Çeşkamız var, Prioramız var, 09'umuz var, 99'umuz var. Burada da Niva'mız var. Orada bir dənə Chevrolet Cruze, 06'lar, 07'ler. Belə bir dənə də 07'miz orada var. İnşallah ki, bismillah eləyib çəkişə başlayacağıq. Allah hər kəsin işini avan eləsin. Bizlər də onun içində. Və sizlər üçün bir neçə maşınların qiyməti haqqında maraqlanacağam. Və sizlərdən xahişim nə olacaq? Bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla paylaşmaq ki, bu da mənə yeni baxış sayı, yeni abunə sayı deməkdir. Ya Allah, bismillah eləyək, çəkişimizə başlayaq. Allah hamının işini avan eləsin. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Çeşka həvəskarları. Sizlər üçün bugün Göyçay maşın bazarında Mercedes Çeşka markalı, C220 markalı avtomobilin çəkişini eləyəcəm. El arasında Çeşka deyirlər. Məlumatları da özüm verəcəm. Maşınımızın ili 1996-cı il istehsaldır. 2.2 benzin motordur. Motor, karovka, xadavoy, hər bir şey ideal vəziyyətdədir. Avtomat sürətlər qutusudur. Baba! Ay Seymur baba, bir dənə aç da bu. Çəkək, göstərək. Baxın, maşınımızın salonu belə vəziyyətdədir. 4 şüşənin 4'ü də podyomlikdir.
xatırlada. Start qiymət 9500 manat. Real alıcıya endirim olunacaq. Maşınımızın gördüyünüz kimi bax bu arxa hissəsində kosmetik işlərə ehtiyacı var. Arxa görüntü kamerasından belə mövcuddur və baxırıq, akkumulatoru yeni, görürsünüz, problemsiz. Və gəldik maşınımızın sürücü tərəfdən. Salonuna burada ilk öncə 560.746 kilometraj bizi belə qarşıladı. Avtomat sürətlər kutusu, maşının salonu ideal vəziyyətdədir, problemsizdir. Xatırladaq ki, belə deyək, maşınımız vuruqsuz, udağırsız bir maşındır. Yenə də qeyd edirəm, start qiymət 9500 manatdır. Real alıcıya təbii ki endirim olunacaq. Dənə 2.2 benzin motordur. Problemsiz bir maşındır. Maşın sahibinin əlaqə nömrəsini sizlərə qeyd edeyim. Deməli 050 364 4109. Bir daha qeyd edirəm. 050 364 4109. Maşın sahibinin adı Seymurdur. Maşına Göyçayda baxmaq mümkündür. Barter və belə deyək, barter təkliflərinizi maşın sahibinin nömrəsinə zəng vuraraq qeyd eləyə bilərsiniz. Sizə də bu maşın maraqlı gələrsə, qeyd elədiyim əlaqə nömrəsinə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Dəyərli, hörmətli YouTube izləyiciləri, Chevrolet Niva həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Chevrolet Niva markalı avtomobilin çəkisini eləyəcəm, məlumatları da özüm verəcəm. Maşınımızın ili 2004-dür. 1.7 motordur. Maşınımız yaxşı vəziyyətdədir. Motor, korobka, xadavoy sistemi yaxşıdır. Vuruq, udar yoxdur. Start qiymət 5800 üzr istəyirəm. 5800 manatdır. Real alıcıya təbii ki maşın sahibinin yanında və maşına baxdıqdan sonra endirim mümkündür. Maşın sahibinin nömrəsini qeyd edirəm. 050 420 3909. Maşın sahibinin adı Kənan əmimizi. Maşına təbii ki ucar ərazisində baxmaq mümkündür. Yük yerini görürsünüz. Yaxşı vəziyyətdədir. Bir dənə örtüm, bir dənə belə. Maşınımızın yenə də qeyd edirəm, motoru, korobkası, xadavoy sistemi əla vəziyyətdədir. Belə də razdatkalar işləh vəziyyətdədir. Baxırıq. Və əsas məsələ maşınımızın mühərrik yeri problemsizdir. Və 42 nömrə iləndir. Lənkəran əhalisinə buradan atəşli salamlar olsun. Belə çəkdim, göstərdim, məlumatları da qeyd elədim. Sizə də bu Niva maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 99 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında VAZ 21 099 markalı avtomobilin çəkisini eləyəcəm, amma maşın sahibi yanımızdadır. Salam əleykum qardaş. Bazar olsun ilk öncə. Bir məlumat alaq zəhmət olmasa. 97-dir, motor təzə yığılır. Aha. Heç bir problem yoxdur. 4 dənə təzə təkər. Aha. 2 Euro şir. Korobkada atmağı, motorda yağ yeməyi. Ekran necə? Ekran indi 97-dir, da indi olacaq. Sizdə olarkən iş gedibmi ekranda? Yox, getməyib. Neçəyə deyirsiniz? 37 deyirəm. 3700 manata deyirsiniz. Yəqin ki razılaşma olacaq. Bəli. Əlaqə nömrənizi eşitdi. Telefon. 77 Aha. 115 67 08. 077 115 67 08. Adın? Məhəmməd. Məhəmməd. Maşına harda baxmaq olar? Maşına Şəkidə. Şəki, Şəki əhlinə buradan salam olsun. 31 İsmailli seriyasıdır. Bəli. Dedim yəqin İsmaildən gəlmisiniz. Məhəmməd qardaş, hansısa maşınla barter al? Gedərsən yoxsa nağd pula ehtiyac var? Yox, nağd pula. Nağd pula ehtiyacım var. Deməli Məhəmməd qardaşdan məlumat aldıq. İndi mən qeyd edeyim. İli 97-dir. Motor, korobka, xadavoy sistemi əla vəziyyətdədir. Maşınımızın yəni kosmetik işə ehtiyacı var qarşı tərəfdən. Amma istəyən şəxs belə ümumi, yəni belə bir kosmetik işlərə yüngül ehtiyacı falan var. İstərsiniz yəni bu vəziyyətdə idarə eləyə bilərsiniz. Necəcə Məhəmməd qardaş bu vəziyyətdə idarə eləyir bu avtomobili. Salon
səliqəli. Ay maşallah. Burada gözümə 2, 4, 6 kolonka. Audio sistemdəki öz yerində. Yəni baxırıq. Audio sistem öz yerində. Antenasız da ömrümdə olmaz. Bura aha bir dənə açaq. Bu deyir yetimin dilin anası bilər. Sonra da deyirlər ki yetimin anası olmur. Hə, örtək zəhmət olmasa. Və gəldik salona. Baxın salonda qəşəng vəziyyətdə port sistemidir maşınımız və aha və bir dənə kalastoydu bu. 478.829 kilometr yürüyüş, salon problemsizdir və bir dənə Məhəmməd qardaş bir dənə mühərrikini qaldıraq zəhmət olmasa. Bax dediyim kosmetik işə ehtiyac olan yer maşınımızın bu hissəsidir. Bura səndə dəyişib Məhəmməd? Hə, mən də. Ha, sən eləmisən, səndə dəyişilib bax bura. Bir dənə kosmetik iş buradır. Motorxana da ki gördüyünüz vəziyyətdə yağ yeməyi falan yoxdur. Yeni yığılıb maşın, motoru bəli bir həftədə yığılıb. Belə Amerikankalardakı maşallah olsun, Amerikankası olmaz. Start qiymət 3700. Təbii ki, maşına baxdıqdan sonra real alıcı ilə maşının yanında qiymətdə danışmaq olar. Əgər sizə bu 99 maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi. O nömrəyə zəng vurub bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarları. Sizlər üçün Ağrı Etibar 2107 markalı avtomobilin çəkini eləyəcəm, amma ağsaqqalımız burdadır. Bir məlumat alaq. Salam əleykum ağsaqqal. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 99-cu ildir. Aha. Motor, korobka, xadova sistemi. Motordur, yağ yemir. Aha. Yəni sürətli maşındır, belə deyək. Aha. Korobkası 4-5'dir. Korobkası 5'dir. Atması falan yoxdur. Atması yoxdur. Difirdə yüngül səs var. Cüzi səs var. Hə, cüzi səs var. Belə sizdə olarkən vurğu, udarı, dəyişəni Yox, məndə olarkən heç Yox. dəyişmir. Heç bir detal. qiyməti nədir? Qiyməti real qiymət 3300 manat Demisiniz. demişəm. Yəni sondur 3300 yoxsa Sondur. sondur. Sonu 3300 manatdır. Telefon nömrənizi işte. 050 Aha. 648 58 90. 050 648 58 90. Adınız? Alxan. Alxan əmimiz. Maşına Göyçayda baxmaq mümkündür. Bəli. Pula ehtiyac var yoxsa hansısa maşınla dəyişmək istəyirsiniz? Yox, pula ehtiyac. Pula ehtiyac var. Alxan dayımızdan, Alxan əmimizdən məlumat aldıq, mən də qeyd eləyim. Deməli, ili 99. Motor 03, korobka 5. Maşın belə deyək, normal maşındır. Kosmetikiyə ehtiyacı cüzi var, amma belə idarə eləyə bilərsiniz. Necə ki, Alxan əmimiz də bu vəziyyətdə idarə eləyir. Start qiymət 3300. Real alıcıya təbii ki, maşının yanında. Yəni istəsəniz, gəlsiz baxırsınız, Alxan əmi ilə danışsanız, bəlkə də belə oradan cüzi bir, xırda bir endirim eləyə bilər. Amma o da sizin danışığınızdan asılı olar. Düzdür, Alxan əmi bizə son qiymət dedi 3300. Amma yenə də maşın sahibi ilə gəlib danışmaq olar. Belə deyək. Keçək bu tərəfə, görək burada vəziyyət nədir? Şit üzlənib maşın sahibinin istəyinə uyğun olaraq salon normal qaydadadır və bir dənə yük yerinə nəzər yetirək, görək yük yerimizdə vəziyyətimiz nədir? Baxın, yük yeri də yəni belə vəziyyətdədir, belə çəkib göstərəcəm. Daha yəni dərinliyə girməyim. Və gəldik. Bu açarı qoyaq yerinə. Gəldik maşınımızın mühərrik yerinə. 03 motor, akkumulatoru yaxşı, yeni. Motorda yağ yeməyi falan yoxdur. Belə çəkdik, göstərdik. Alxan əmimiz də məlumatları qeyd elədi. Mən də bir daha təkrarladım. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. YouTube izləyiciləri və TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında belə deyək, normal qiymətə bir 07 çəkib göstərəcəm. Məlumatları qeyd eləyəcəm. Deməli maşınımızın ili 2007-dir, injektordur. Maşınımızın yəni motoru, korobkası,
belə deyək də yaxşı vəziyyətdədir. Difilində cüzi səsi var və bir də burada gözümə çarpır. Burada yüngül, bu kreldə yüngül batıqları falan var. Onlar da yəni hamısı qiymətdən nəzərə alınacaq. Qiymət demiş, start qiymət 5500 manat. Real alıcıya təbii ki endirim olunacaq. Maşın sahibindən məlumat alacağıq. Belə deyək, nömrəsini alacağıq da maşın sahibini. Və salon göründüyü vəziyyətləri və burada bir şey gördüm mən. Oturacaqların da yəni belə deyək də üzlənməyinə ehtiyacı var ki, oturacağın ehtiyacı var və aha, bir dənə baxaq buradan. Baxın, belə vəziyyətdədir. Və bu da mühərrik yeridir, injektor motordur, akkumulyator normal və bir şey nəzərinizə çatdırım ki, maşınımızın təkərinin 4-ü də yeni vurulub altına, gördüyünüz kimi və maşın sahibindən bir dənə nömrəsini alacağıq. Qardaş, telefon nömrü necəsi? 051 Aha. 965 94 49. 051 965 94 49 maşın sahibinin adı. Adın nədir? Cəbrayıl. Maşına İsmaildə baxmaq mümkündür. İsmaildə. Və hansısa maşınla barterə maraqlıdır, yoxsa real pul, yəni pula ehtiyacı var? Yox. Pula ehtiyacı var. Pula ehtiyacı var olduğuna görə barter maraqlı deyil. 31 seriyası ilə də qeyd etdiyim kimi maşına İsmaildə baxmaq mümkündür. İsmail ahasına buradan salam olsun. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd etdiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu 07 haqqında.